Aslanov 1994-cü ilin martın 5-də Tərtər rayonunun Çardaqlı kəndində anadan olub. Azərbaycan ordusunun giziri olan Xəyal Aslanov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Aslanov sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Xəyal Aslanov ölümündən sonra vətən uğrunda döyüşdə fərqlənməyə görə, Suqovuşanın azad olmasına görə və Laçının azad olmasına görə medalları ilə təltif edilib.